3 ay ərzində yıxılmışdı, səhhətində bəzi problemlər yaşandı və nə deyə bilərəm, bizim bir Əminə Yusif qızımız var idi, onu da biz dünən itirdik. İnanıram ki, onun səsi təkrar olunmazdı və elə də qalacaq. Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Ötən gün vəfat edən xalq artisti Əminə Yusif qızı ilə vida mərasimi keçirilir. Qafqazin xəbər verir ki, Təzəpir məscidində baş tutan mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, sənətçilər, yaxınları və ictimaiyyət nümayəndələri sevilən aktrisanı son mənzilə yola salmaq üçün bir araya gəliblər. Vida mərasimindən sonra mərhum Qurd Qapısı qəbirstanlığında dəfn olunacaq. Qeyd edək ki, Əminə Yusif qızı 89 yaşında vəfat edib. Fotolar Xəyal Bəlzadəyə məxsusdur.